Assalamu alaikum qadirli sağdaşlar. Farabi 4 ders sınıfına hoş geldiniz. Bugün hazırlık zaman uyğur dersimizin 15. dersini ötümüz. 15. dersimiz sözlerinin tavuş cihetin türkümlenişinin ikinci bölümü. Ötken saatte sözlerinin tavuş cihetin türkümlenişinin birinci bölümünü ötken, yani ahanda sözlerini görüp çıkandık. Bugün şekilde sözlerini görüp çıkımız. Dersimizga başlaşdan burun ötken saatlik dersimizden kıskaça tekrar qilib chiqamiz. Ya'ni ötken saatlik dersimizin ahirida so'rab o'tgan ikki savolimizga javob berib o'tamiz. Birinchi, ahangday so'zlar degan nima? Ahangday so'zlar deganimizda talaffuzi va yezilishi butunlay o'xshaydigan, ammo ifodalaydigan ma'nolar orasida o'zaro bog'lanish bo'lmagan ikki yoki ikkidan ortiq so'z ahangday so'zlar deb ataladi. İkinci, ahangday sözler söz türkümüge asasen qaysi türlerge ayrıldı? Ahangday sözler söz türkümüge asasen tar məndik ahangday sözler ve kəng məndik ahangday sözler dep iki türge ayrıldı. Hamdi dersimiz gelsek, bu saatte şekilday sözlerini görüp çıkımız. Undaqda şekilday sözler degen nima? Şekilday sözler degenimiz yüzlüşü oxşaydigan, amma telaffuzi oxşamaydigan, ifadelaydigan ma'nolar arasida özara bağlanış bolmagan ikki yoki ikkidan ortiq söz şekilday söz deb ataladi. Masalan, acha bir gavdadan ayrilib chiqqan, bo'lingan ma'nosidagi acha bilan bir tuqqan qarindoshlar ichidagi o'zidan cho'ng ayol yoki hada ma'nosidagi acha, bu ikkisi shekilday so'z hisoblanadi. Bu ikkisining talaffuzi o'xshamaydi. Biri acha, yana biri acha. İkinci misalını görüp çıksak, ikki narsa yoki ikki nokta o'rtasidagi musofa, araliq ma'nosidagi ara bilan dehqonchilikda ishlatiladigan to'mir yoki yog'ochdan yasalgan ishliq sayman ma'nosidagi ara ikkisi şekilday söz hesaplanadi. Yani ara bilan ara şekilday sözdür. Şekilday sözlərinin eniqlimisini görüp çıxdıq. Ondaqda ahangday sözlər bilan şekilday sözlərini qandaq ayırırız degəndə tövəndə fərqini görüp çıxımız. Birinci, yeziliş oxşaş bolğan sözlərinin şekilday sözlər yoki ahangday sözlər ikənligini məzkur sözlər tərkibidəki sozuq davuşlarının uzun sozuq davuş yoki qısqa sozuq davuş ikənligi tərəfindən bəlgilənidi. Əgər yeziliş oxşaş bolğan sözlərinin tərkibidəki sozuq davuşlar birdək qısqa sozuq davuş yoki həmmisi birdək uzun sozuq davuş bolsa, bundaq sözlər ahangday sözlər bolub hesablandı. Məsələn, insanların hadisələri toğrusundakı təsəvvürlərini, kişilərin oturuzdakı münasibətlərini və hər xil ictimai hadisələrini fantaziyalik əsasda külkilik və qızıqarlıq halda əks etdirdiğin ağzaki hikayə çöçək bilən yağaçdan oyub yasalğan çinə mənziki çöçək, bu ikisi ahangday söz hesaplandı. Ama üçüncü misaldaki yer ismi boğan çöçek, bu üstündeki çöçek bilen şekilday söz hesaplanıdı. Eğer yezilişi oxşaş bolğan sözler tərkibidəki sozuq davuşlar iki xil bolsa, yani biri uzun sozuq davuşluq söz, yani biri qısqa sozuq davuşluq söz bolsa, bundaq sözler şekilday sözler hesaplanıdı. Məsələn, Dərə holdan ayrılıb çıxan şax mənziki çataq bilən birər iş hərəkət tüpəylidən yüz bərgən oңaysızlıq, yaman aqibət, peşkəllik mənziki çataq ikisi şekilday sözdür. Şekilday sözlərinin barlıq keliş yolları ahangday sözlərinin barlıq keliş yolları bilən oxşub gedir. Uyğur dildə şekilday sözlərinin sani ahangday sözlərinin sanidən az boludu. Şunu əskərtib ötüş gerek ki, şekilday sözlərinin urğu bilən qılcı münasibəti yox. Ular tavuş uzunluq bilan münasibətlik, yəni tildəki tavuş uzunluğunun oxşamaslığı şekilday sözlərinin şəkillenişidəki tüpki əsasdır. Yəni bir sözdəki tavuş uzunluğunun oxşamaslığı qarab ahangday söz yoki şekilday söz ikənligini fərqləndirələyimiz. Ahangday sözlər bilan şekilday sözlərdən fərqini görüb çıxdıq. Ondaqda ahangday sözlər və şekilday sözlər bilan köpmənlik sözlərdən fərqi nimə? Bularını görüb çıxsaq, ahangday sözlər bilan köpmənlik sözlər bəzi bir oxşaşlıqlara ega. Bunlardan biri hər ikkilisinin fonetiklik şəkli və tələffüzü oxşaş boludu. Yeni bir bolsa, hər ikkilisi ikki yoki ondan artıq məna ifadələydi. Lakin bununluq bilan bularını, yəni ahangday sözlər bilan köpmənlik sözlərini bir nəsəb qaraşıq olmaydı. Ular yenila özlərinin mahiyyətlik alaylıqları bilan bir-birindən fərqlənib durdu.
Köp mənlik sözlər bilan ahangdaş sözlərni fərqləndirishning ən önəmli usuli ularni məna münasibət cəhətdən təhlil qilish. Məna münasibət cəhətdən təhlil qılğanda fonetiklik şəkli və tələffüzü oxşaş sözlərdə ifadeləndiğən leksiklik mənələr o'rtasidagi ishki bağlanışning bor yo'qligiga, ya'ni ularning leksiklik ma'nolarining bir asosiy ma'nodan kelib chiqqan yoki kelib chiqmaganligiga agar ma'nolar o'rtasida ishki bog'lanish bo'lsa va ishki bog'lanish hozirgi davrdami aniq bo'lsa, kishilar tarafidan qulaylik bilan bayqab olinsa, bundaq so'zlar ko'p ma'noli so'zlar hisoblanadi. Masalan, yo'l degan so'zni olsak, yo'l degan so'zning tuvandagidek ma'nolari bor. Birinchi, odam yoki transport qatnash uchun belgilangan yer bo'ligi. Ikkinchi, harakat yo'nalgan taraf, yo'nalish, nishon. Üçüncü, ishlab chiqarish va xalq turmushiga xizmat qiladigan sim, turba qurilmalari liniyasi qatorliqlar. To'rtinchi, safar qilish, sayohat. Beshinchi, besib o'tadigan manzil, musofa, ya'ni buni misol olsak, 3 oylik yo'l degandiki, besib o'tadigan manzil va musofa. Oltinchi, raq, qog'oz qatorliq narsalarga tushirilgan paralel tik holatdagi siziq, iz, ya'ni bir yo'l qara, bir yo'li oq chit degan misaldagi yo'l. Yettinchi, ziroat, ya'ni yo'l qo'noq degan misaldagi yo'l. Sakkizinchi, yozma, bosma asarlarning har bir qatori qo'r, ya'ni 3 yo'l xat degan misaldagi yo'l. Sakkizinchi, biror ish harakatning vositasi, usuli, buni misol olsak, puli borning yo'li yo'qdagi yo'l. To'qqizinchi, an'anaviy odat, qoida yo'sin, shariat, qonun, ya'ni buni misol olsak, yo'ldan chiqmoq, yo'ldan ozmoq, mush ma'nolardagi yo'l. O'ninchi, rioya, hurmat, imkon, madad, ijozat, ya'ni buni misol olsak, yo'l qo'ymoq ma'nosidagi yo'l. 11-si, aql, maslahat, ya'ni yo'l ko'rsatmak. 12-chi, marta, qitim, navbat ma'nosidagi yo'l, ya'ni ikki yo'l suv akelmek degandek ma'nolarni bildirdi. Yuqorqi misollardagi yo'l degan so'zni bildiradigan ma'no o'xshash bo'lmasmi, lekin ularning o'rtasida bir ishga bog'lanish bor. U bo'lsa-mu, bularning hammasi o'xshashlar yo'l degan birinchi asli ma'nosidan kelib chiqqan. Bu xil bog'lanish til taraqqiyotimizda nihoyat ko'p ko'riladi. Shunga yo'l degan so'z ko'p ma'noli so'z hisoblanadi. Agar fonetiklik shakli va talaffuzi o'xshash so'zlarda ifodalanadigan ma'nolar o'rtasida hech qanday ishga bog'lanish bo'lmasa, ya'ni ularning ma'nolari bir asosiy ma'nodan kelib chiqmagan bo'lsa, bundaq so'zlar ahangdash so'zlar hisoblanadi. Masalan, yar degan so'zni misol olsak, birinchi ma'nosida eng yaqin kishi, do'st, birodar, og'ayni degan ma'no ifodalagan bo'lsa, ikkinchi ma'nosida tabiat hodisalaridan shakllangan intayin tik cho'nqurliq va qiya. Üçüncü ma'nosi bo'lsa, palta, pichoq, hara va shunga o'xshash tig'liq asboblar bilan biror narsani bo'laklarga ayirmoq, parchalamoq, tilmoq, kesmak ma'nosidagi yor peyli bular ahangdash so'zlar hisoblanadi. Chunki bularning o'rtasida hech qanday ma'no bog'lanishi yo'q. Yuqorqi misollardagi fonetiklik shakli va talaffuzi o'xshash bo'lgan yor so'zi ifodalanadigan 3 xil ma'no o'rtasida qilcha ishga bog'lanish yo'q. Shunga bular ahangdash so'zlar hisoblanadi. Ko'p ma'noli so'z qancha xil ma'noga ega bo'lishidan qat'iy nazar, u hamon bir so'zdir. Ahangdash so'zlar bo'lsa, ikki yoki ikkidan ortiq ayrim so'zlardir. Ya'ni ahangdash so'zlar bilan ko'p ma'noli so'zlarning farqi bulardan iborat. Bu saatlik dersimizin ahırı geldik. Dersimizin ahırda bu derslik münasebetlik olan tüvenlik sualını sizlerge sorup ötümüz. Ahangdaş sözler bilen şekildaş sözlerinin farkı nime? Sualın cevabını YouTube videomuzun astırki baha kısmına yoki Instagram hesabımızın DM kısmına uçuruyuz bebesyanlar buludu. Bundaqda keyingi saatlik dersimiz görüşeyli. Görüşükçe aman bulunlar. Hayır hoş.